Hamınızı salamlayıram. Ben Ağa Məhəmməd. Bildiğiniz kimi biz Qeyri-Hökumət Təşkilatlara Dəstək Agentliyinin dəstəyi ilə, maliyyə dəstəyi ilə quraqlığa davamında əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə layihəsini həyata keçirdik. Təşkilatımızın adı İctimai İnkişafa və Aqrar Layihələr Dəstəyi İctimai Birliyidir. Bu vaxtda məlumatımız var. Biz birinci təlimi keçmişdik. 10 gün bundan əvvəl quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə idi. Bu gün olacaq mövzumuz münbitliyin qorunması və risk faktorlarının aşağı endirilməsi. O barədə olacaq. Yəni, burada məqsəd nədən ibarətdir? Bu ikinci təlimdə siz biləsiniz ki, məlumat verəcəyik. Yəqin ki, o məlumatların çox hissəsini bilirsiniz. İndi əlavə də nələrsə deyiləcək. O barədə biz diskusiya aparacağıq. Quraqlıq şəraitində hansı bitkilərdən istifadə etmək olar ki, təsərrüfatımızda daha az ziyan dəysin? Quraqlıq şəraitində bilirsiniz, quraqlığın nəticəsində su da azalır, torpaq da şoranlaşır, torpaqda eroziya da gedir. Biz elə bitkilər seçməliyik ki, bu şəraitdə normal məhsul versin. Biz o barədə bu müzakirə edəcəyik. Və sizin bundan sonra istifadə edəcəyiniz əkin sistemlərindən gedir söhbət. Məsələn, hansı əkin sistemi daha sizin üçün yararlıdır ki, əkin dövrəsində hər il bitkilər yerini dəyişsin. Yəni, bir sahədə eyni bitkilər əkilməsin. Təlimə başlanmışdan öncə iştirakçıların qeydiyyat siyahısı paylaşacaq sizə. Bunu operativ şəkildə tez doldurursunuz. Ondan sonra təlimimizi davam edəcək. Bundan işte 10 illik oldu. Və planetimizi, o cümlədən bölgəmizin da orta illik temperaturu 1.5'den 2%'e kadar 2 derece kadar artıyor. Yani orta illik temperatur son evveller 26 dereceyse, indi olub 27 yani. Ve alimler hesapladılar ki, orta illik temperaturun 1.5-2% değişmesi istifade olunan suyun 15-20% azalması deməkdir. Yani suvarma için yararlı olan suyun o kadar azalması deməkdir. Yani belə bir şey ümumiyyətlə fikrimizdə saxlayaq. Temperatur 1 dərəcə artırsa, bizə lazım olan su, yararlı olan su 10% azalır. Belə deyək, ifadə işlətsəniz ki, siz deyirsiniz ki, quraqlıq var, amma son 3 ayda elə yağış yağır. Hətta bu gün də yağış yağır. Özü harada? Aran bölgəsinin düz mərkəzində. Yağış yağır. Gözə də biraz atmışdı. Yani bu o deyilən bəyannamə ilə, belə deyək də, ifadə ilə düz gəlmir. Bəs quraqlıq anı. Məsələ var kimi, illik yağıntılar balansı da sabit qalır. Bu o deməkdir ki, son bu 2 ayda, 3 ayda yağıntılar olubsa, bundan sonraki müddətdə bu il ərzində yağıntılar olmayacaq. Şərait əksində kənd təsərrüfat bitkiləri üçün ekstremal bir şəraitdir. Onları stresə salır. Lazım olmayan vaxtı su həddindən çox yağır, yağış həddindən çox alır. Bizə lazım olan vaxtı, bitkimizə lazım olan vaxtı su tapılır. Və o zaman torpağın özünə daşlaşma da yaradır. Torpağın özünə daşlaşma yaradır və onun nə kimi fəsadı var? Deməli, torpağın özü istənilən bir necə deyirlər, materiya, maddə kimi torpağın özü də 3 hissədən ibarətdir. O getdikcə daşlaşır. Daha böyük kəltənlər əmələ gəlir. Onlardan biraz kiçiyi. Sonra gəlir məsələn qoz, fındıq boyda kimi, oqqan boyda kimi torpağın belə deyək də belə yumruları olur, düzdür. Onlar olan vaxtı orada amma çox kiçik hissəcikləri var. Ən kiçik fraksiya deyirlər. 0.1 millimetre kimi. Toz. Toz hissəsini balaca külək əsən kimi o toz hissəni götürüb aparır. 3 aydan sonra 3 ay ərzində biraz daha çox aparır.
Belə-belə axı bizdə də orada texnika girir, çıxır, nəsə işləyir, şum aparır, başqa işlər görür, aqrotexniki işlər. Belə-belə hər dəfə o torpağın daha böyük hissəci, daha kiçik hissəcilərə parçalanır. O fraksiyalara, toz şəklində. Və külək bunu götürüb aparır. Bu nə deməkdir? Torpağımız getdikcə öz münbitliyini itirir. Lazerlə planlaşma aparıbsa, onların sayəsində problem biraz azdır. Yağış çox yağanda. Su gəlir və öz axarı ilə çıxıb gedir. Elə bir sahəni suvarmaq da asandır. Ancaq vay o günə ki, bizim sahələrin çoxsu necədir? Orada çökəklər var. Qum əsasında qumdan yaranmayıb vaxtilə. 15 il, 20 il bundan əvvəl. O gildən yaranır. Gillicəli torpaqlarda öz xarakterinə görə su keçirmə qabiliyyəti bu torpaqların çox aşağı olur. Üstünə yağış yağdı, tutalım 2 gün, 3 gün yağdısa, o suyun oradan çəkilməsi üçün bəzən bir həftə və ondan daha çox vaxt tələb olunur. Və bu nəyə gətirib çıxardır? Təsəvvür edin, bizə lazım olan şum qatı. Yuxarıda bu torpağın üst qatıdır, səthidir. 15, 20, 30 santimetrə qədər o su əgər dolubsa və aşağı gedə bilmirsə, bu hissədə su yığılır qalır. Su ora daxil olubsa, o deməkdir ki, oradan hava çıxıb alır. O havanı çıxardır orada. Havanı çıxardırsa, bitkinin kökü nəfəs ala bilmir. Yəni bitkiyə ziyanı nədir birbaşa? Hava çıxıb axı. Nəfəs alamır. Kök necə nəfəs almalıdır? Yəni suyun altında mən nəfəs ala bilərəm? Yox. Düzdür? O da canlıdır. Bitkinin kökü də. O da nəfəs ala bilmir. 48-50 saat ərzində o su oradan çəkilmədisə, orada çürümə prosesi başlayır. Artıq əmici köklər var, balaca. Hansı ki, bitkinin qidalanmasında birbaşa iştirak edir, onlar məhv olur. Və gövdənin ətrafında, buğdada, arpada bunu görmüşsünüz. Gövdənin ətrafında belə saralmış yarpaqlar əmələ gəlir. Bəzi adam deyir ki, o özün bərpa ediləcək. Yəni bitki doğrudan da birazdan görürsən ki, su çəkiləndən sonra yaşıl rəng alır, yaşıl gövdələr, pöhrələr əmələ gəlir. Ancaq o nəsil verməyə o çatdıra bilməyəcək. Çünki təzədən orada sümbül əmələ gəlinəcək. Təzədən o sümbül mayalanmayacaq, buğdaya çevrilməyəcək. Yəni artıq proses... Xəstə əkin dövrəsi orada, xəstə. Bəli, proses Gözdə artıq gözəl pozulur. görsün, nəfəs almayacaq. Ot olacaq. Və torpağın amma özündə nə baş verir? Bu bitkiyə təsirdir. Torpağın özündə o baş verir ki, torpağın üst qatında hava yoxdursa, su havanı vurub oradan çıxardır, düzdür, və ora bir neçə gün bağlı qalır. Elə olan halda torpaqda yaranır osmos təzyiqi. Orta məktəb fizikasında yadınızdadır. Osmos təzyiqi. Osmos təzyiqi nədir? Onun xüsusiyyəti. Suyu aşağıdan yuxarı qaldıra bilir. Bizim qurun suları, özü bilirsiniz, ona çox yaxındadır. Qalxır yuxarı, elə olanda, osmos təzyiqinin təsiri altında. Sonra üst qat quruduqca, yavaş-yavaş, ora hava daxil olduqca qurun suyu qayıdır geri. Amma qurun suyunun tərkibində duzlar var. Onlar ilişib qalır torpaqda. Qapqara o deməkdir ki, bilirsiniz, şoranı yumaq olur, drenaj sistemi varsa, yonca arpa əkilirsə, yaxşı su varsa, şorakəti artıq yumaq olmur. O uca, belə deyək, o proses geri qayıdan bir prosesdir. Şorakət odur ki, o torpaq artıq sıradan tamamilə çıxır. Bunu bir çox ölkələrin təcrübəsi, mən sizə belə deyim, haradasa bir, bu Sovet vaxtı yadınızdadır, gipsləmə aparılır bu torpaqlarda. Gətirirlər, rayon kəndli birliyi deyilən bir təşkilat vardı, gips səpirdilər sahəyə, Tovuzdan gəlirdi. Drenaj sistemi qurulandan sonra, o quyular hazır olandan sonra, ora gətirirdilər, gips tökürdülər, dərin şum eləyirdilər, 30-35 cm plantaj sumu, gipslə torpaq qarışırdı və o duzları vurub çıxardırdı orada. Yəni, oradakı o duzların yerinə natrium, kaliumun ora gəlirdi, gipsin tərkibində olan kalsium. Beləliklə torpaqların sağlamlaşdırılması, rekultivasiyası aparılırdı. Amma o həddindən çox bahalı bir şeydir. Ona görə
Təxminən keçən ilin 70-ci illərində torpaq şəraiti bizim kimi olan ölkələr var. Ərəb ölkələrinin bəziləridir, Şimali Afrikadakı ərəb ölkələridir, Amerika, Cənubi Amerika, Amerikanın özünün torpaqlarında çoxlu şoranlıq var. Sonra Pakistandır. Bunlar başladılar nə etməyə? Bunların alimlərinə dövlət oturub fikirləşdi ki, mən bunlara bu torpaqları gipsləməkdənsə bu pulu alimlərə verin. Alimlər şoranlığa dözümlü sortlar başladılar yetişdirməyə. Bütün bitkilerin şoranlığa dözümlü sortları. Mesela Pakistan'da dünyada ilk olarak kartofun şoranlığa dözümlü sortunu yetiştirdi. Pakistan özü indi bilirsiniz, Cənub ölkəsi olarak Rusya'ya, təsəvvür edirsiniz nə deməkdir? Pakistan Rusya'ya kartof ixrac edir. Şoranlaşmış o yabanı olan sahələrin özü güclü kartuşka yetişdirirlər, güclü. Həmin o O neyin hesabladır? Bəli, o sortlardır. Biri var ki, mövcud bitkilerin, o coğrafya üçün xarakterik olan bitkilerin şoranlığa, qurallığa dözümlü sortları yaratmaq. Bu seleksiya. Darı əkirsiniz indi. 15 yıl bundan qabaq darı əkilir değil mi? Yox. Nəyə görə əkirsiniz? Ona görə ki, biri var. Hansısa bitkini əkirsən 6-7 ay onun yetişməsini gözləyirsən. Bir de var ki, darını səpdin, 2 aydan sonra yığdın. Toxum və küləşin. Düzdür? Toxumu yığan vaxtı, yəni biçim vaxtı, onun toxumlarının da bir hissəsi, demək olar ki, yarısı yerə tökülür. Allah yok ya. Sonra bir dəfə yenə su verdim, bircə dəfə kifayət edir. Mən özüm də dara əkmişəm, özü saatlıda. Və bunların kəndində. Bircə dəfə su verirsən, təzdən biçirsən, amma ot kimi. O da əlavə gəlir demək. Sonra ondan başqa var, vegetasiya müddəti darıdan biraz daha çox olan sorğu, süpürgə deyilir. Qırmızı rəngdə olur, bir çox sortları. Sorğu bitkisidir. 70-75 günə vegetasiya müddəti bitir. Yəni biçilir. Və malqaranın həddindən çox xoşlanır. Dağını da xoşlayır, sorğu da xoşlayır. Bitkilərdən istifadə edirik ki, gələcəyə bəlkə onların əllər neçə əvəz edilməlidir. Hal-hazırda bizdə hansı bitkilər var? Taxıl, Arpa, buğday, yonca, pambıq. darı da girir de biraz. Biraz da darı var. Bostan, bir de bostan. Bostan. Darının əkin dövrəsində elə bir rolu yoxdur. Harca 5% et çatır. Yerdə qalan 95%-in təşkil edib bizim 5 bitkimiz. Yəni, ən yaxşı halda biz ildə bir dəfə, təbii ki, yoncanın çıxmaq tərəfindən bu 5 bitkini biri-biri ilə əvəzləyib növbəli əkin sistemimizi o şəkildə qurmalıyıq. Kombinat var ya o, heyvandarlıq kompleksi. Onların kombaynla biçilir, o 1 tonlu belə rulonlar var. Gəlir özü də sahib. O silosa gedir. Qarıdalda. Silosun içində. Neçə qəpikdən? 15 kilo. 15 qəpikdən. Bahadır. 500 manatdır, 75 manatdır. 15 kilo. Ancaq o, çünki mən elə təsərrüfatlar üçün, kiçik fəaliyyətlər üçün biznes plan verir. Bu hesablanmalara 75 yıl düz. Məsələ burasındadır ki, birinci onu gözləmək lazımdır. İkinci, onu siloslu qarıdalı təkər əkinki əkə bilərsiniz. Üçüncü, qarıdalı bilirsiniz, başa gətirməkdən ötəri, ora mineral gübrələr verirlər. Mineral gübrənin bir xüsusiyyəti var ki, fosfor, azot karbon, düzdür, bu verildiyi. Bircə azot orada bir həftə ərzində ya uçur, ya suya qarşı gedir, ya bitki tərəfindən mənimsənir. Yəni azot mütəhərrik etməkdir. Amma fosfor, kalium, bu il verdiyiniz gübrə, bu hələ 2 il, 3 il onun effektivliyi olur. Amafos dediğimiz. Ammofosun tərkibində, nitrat şəklində azotdur, o getdi o heç. Ya bitki utdu, ya torpaq apardı. Fosfordur. Amma foska olsa,
tərkibində azotdur, fosfordur, kalium. Üçünü birləşir. Azot istifadə olunsa da fosfor, kalium növbəti 3-5 ildə hələ istifadə olunur. Yəni sonra nə bitki əkişir, ondan istifadə edəcək. Yəni yavaş-yavaş belə şeylər. Məsələn, bəzi regionlarda artıq başlayırlar çox cüzi miqdarda. Yəni o fermerlərlə biz işləyirik. Şəxsən mən agronom çox işləyirəm. Çiya əkirəm. Çiya toxuyur. Qarabayın o dietik yeməklərini təşkil Marketdə də satılır. marketlərində belə satılır 100 qramlı papaskada və istənilən Azərbaycanlı bu şirkətlər var, hansı ki böyük miqdarda alıb, sonra onu kiçik papaskalara eləyib satmaq məşğuldur. Amma Çiyanın bu illəri tonu 7000 manat. Tonu 7000 manat. Akstafada bir fermer var. Keçən illəri ikinci ili əkdi, 3 ton götürdü. Hər şeydə texnik olmalı. Əllə görünən heç bir şey yoxdur. Yəni 21 min pul verir. 21 min ödəmə var. Hər şey texnik ilə gördəndən sonra. Hektara nə qədər nəticə edir? 7000. Hektara 4 ton verir, 3 ton yarım verir. Orada işi pozan nədir? İşi pozan odur ki, bizim kombaynlar onu hələ biçməyi öyrənmir. Evet, sen. Kombayn üçün. Yetarı da yok değil mi? Güzel kambar. Hətta darı da yoxdur. Hələ o darıdan da bir balaca. Sonra kinoya var. Hektardan xalis gəliri 5000 manat. 5500 manat. Yəni yavaş-yavaş özə bunların üstünlüyüdür. Çiyanın vegetasiya müddəti cəmi 80 gün. 80 gün. 3 ay. Yəni yazlıq bitki kimi əkiyorlar, payızlıqlar. Hətta onu avqustda əkib, noyabrda biçənlər. Hava şəraiti yaxşıdır. Belə müxtəlif, indi internet var, nə bilim, YouTube'da, kanallarda baxırsınız, verilişlərə də baxırsınız, televiziyada verilişlər gedir. Belə bitkilərdən, bunlar həm quraqlığa dözümlüdür, həm stresə davamlıdır. Harada icarəyə yer tapdımsa orada. Amma Effekt verir də. effekt verir. Bir də ki, onu nümayiş sahəsi deyək, belə bir şey alınır orada. Qeyri-rəsmi də olsa, bu əslində nümayiş sahəsidir. Bütün prosesləri fermer özündə qeyd edir, mən də qeyd edirəm. Falan vaxtı biz şunladır, falan vaxtı balalardır, bisklədir. Falan vaxtı falan şey elədik. Əməliyyatları özündə qeyd edir. Səhər mən oradan çıxın getdim, onların artıq əlində proqram var. Onlar bilirlər ki, biz ölçməsin. Məhəmməd mənim belirləmiş, biz belə edirik. Və bu şəkildə də gedir. Əslinə qalsa, o çox yaxşı bir metoddur. Yonca da əkirsiniz, yonca hara kimi düşür? 3 santimetr düşür. Yonca yer işirəsini çəkin. Yonca əksinə. Çubuğa verir. Yonca. Qüvvələndirir. Nəinki yonca. Bütün digər taxralı bitkilər, soyadır, noxuddur, Yer fındığı. mərciməkdir. Bunlar azotda olan, onların kökündə bakteriyalar var. Faydalı bakteriyalar. Onlar azotda, atmosferdə olan azotu tutub saxlayır. Çəkir özünə o bitkinin ətrafına. Kökündə baxırsan, mesela ağaq görkür. Ağaq yumruyu. Yumruyu. Orada hadisə bir, hər elə bir yumruda 2 milyona yaxın bakteriya var, hansı ki xeyirlidir. O cür kimiydi burada getdik yonca yer işirəsini çəkin. O nabur oldu. Bostanı yoncanın yerinə nə əkirlər? Əkmə Taxılı yoncanın yerinə əkirlər. Əksinə Qazdıyıb əkirlər. yoncadan sonra, Yoncadan sonra məhsul güclü olur. sonra bir də bu sarı çiçək var ha, biz deyirik. O Güllücə. taxılda olduğu üçün Güllücə. ala oturdu o. Məsələn, Bəyləmirin də mədənisi var, yamanısı. O nədən bilər, mədən deyər yaman. O gərək toxumun sertifikatlı toxumun alır, Toxum aparmalıdır. Elə bir erkek O Hindistanda çoxdur ayrılmışı. Hamısı. Hindistanda çoxdur sarı. İranda əkilir. Hər yerdə. Hər yerdə əkilir. Rusiya Bəyləmir bölgəsində, əkilir. Cənub bölgələrində, Ukraynada. Bəyləmir. Bələmirin toxumu deyək, bahalı toxumdur. Yox, Bələmirə də o birisi də. Esparçı. Azərbaycanca onun adı xaşa. Sovet vaxtı əkirlər o xalqında.
Benim bir de bir Ona göre o indi o kadar çoktu. O kuyuya senaj edirlər. Senaj dedi. He. Bəli. Doğru, Bir şey yanında dedim Yanımıza de. düştü. ben niye Aysa. Şimdi görürsün zaten zaten doğru fərqlilik diyorlar. var. İcazə verin. Yaşıl yarpağın Olmadı. bitkilərlə dəyişməlisən məsələn arpa buğdanı. Bax bunların Ha. fərqləri olmalıdır hökmən. Evet, Bir bak, iki il arpa buğda əkdir, sonra yoncuya vurmalısan və ya pambığa vurmalısan torpağın münbütlüyü. Yəni məhsuldar almaqdan ötürü bu variant. Torpağın tərkibində Dimcə də qoyur. Aha, götünüzdən hələ gelmir. İkiden biri. Biri torpaq mayesində olmalı. Biz dalbadal su verməyəndə, sonra suya tələbkar bitkilər əkəndə, həmən sahədə artıq uducu kompleksdəki nəmliyi çəkməyə başlayır. Belə deyim də, Arat suyu var, bəziləri hətta onu dekabr edir. Evet. Düzdür? Elədir. Amma vegetasiya Dekabrda vurular. bəli. 2 dənə suyu evet. Ona görə ki, o vaxtda bitki yoxdur, aktiv şəkildə deyil, vegetasiya müddəti deyil. Öyle vəziyyət. O keçir torpaq mayesinin yox, torpaq uducu kompleksindən deyil. Ehtiyat edəcək. Ehtiyata gedir. Deməli dekabr ayında bizim yer suvarmamız xeyirlidir. Bəli, o xeyirli. O dədəbabadan qalır. Doldurursan heç. Arat suyu. Arat. Yayda Bəli, Arat yayda suyu. heç yolcana sarmaya ehtiyac var. Planlarınız var bu barədə. Torpağa münbütlüyünün altında. Çok şey öğrenebiliriz. Sizə diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Artıq kontaktlarımız, əlaqələrimiz var. Bir şey de diyemem. Evvelden yani evvel geliyorlar. Fikrimizden çıkıyor. Bu baktım Problem yok. terzden yaklaşıyoruz. Problem yoxdur. Artıq mən də Sinizvanın bir üzvüyəm. Yəni ki, narahatçılıq yoxdur, əsas yoxdur. Amma ümid edirəm ki, biz bundan sonra daha sıx əməkdaşlıq İnşallah Allah. Görmeye göre nasıl bak diğer gelişlerimize kurulu. Təşəkkür edirəm. Bəli, təşəkkür edirəm. Minnətdarlığımı Çok sağ olun. bildirirəm. Sağ olun. Sağ olun. Sağ olun. Allah çok